Deməli, necə işləyəcəkdik deyə 10-cu sualımıza Elcün. 378 min kvadrat kilometri 20 min 100 kvadrat kilometri x. Düzdür? Bəli, Aha. Ne niyəcəyik indi biz? 100'ü çarpı vuracağıq. ifade. Aha. 20 minə böləcəyik 378 minə. Düzdürmü? Bəli, O təxminən 5,3 eləyir. Eləmi? bəli, Daha sonra 357 min 41'dirsə 100'üm x. 100'ü vuracağım 357'ye böleceğim 41'e. O derece ne? 11 tam onda 4. Deməli 9600'ü 150'dirsə 100'üm x. 100'ü vuracağım 9600'e böleceğim 150. Neçə edəcək? 1 tam onda 5. Artması deyəsə necə gedəcək? azdan çoxa. Ay sağ ol. En az hansı oldu? Üçüncü. Daha sonra birinci. Daha sonra ikinci. Çünkü üçte oldu. 1 tam onda 5. 3, 2, 1'de oldu. 5 tam onda 3. 2'de oldu 11 tam onda 4. Aydındır. Bəli, Dağımız onda oldu. A bəndi. Sualın var mı? evet. 11'inci sualımızı oku görüm. Deməli, Euler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edin. Hı hı. Buyur. Müəyyən et görək. Deməli, avtomobil nəqliyyatı, boru Hı kəmər hı. nəqliyyatı. Bəli. Bir, inkişafı təbii ehtiyat və tranzit coğrafi mövqeyi ilə əlaqədardır. Deyir ki, inkişafı təbii, belə deyim də, e, təbii ehtiyat deyəndə nə nəzərdə tutulur? Neft, Neft, qaz. qaz, amma Aha. Deməli, neftlə qazı sən nənə daşıya bilərsən? boru kəmər vasitəsilə. Afərin, düzdür. Deməli, nə gedəcək? Bir hara gedəcək? Bir, ikiyə girir. Əhsən, davam et. Mərkəzi Avropada sıx şəbəkəyə malikdir. Mhm. Mərkəzi Avropada sıx şəbəkəyə malikdir. Bilirsən də, Mərkəzi Avropada boru nəqliyyatı yoxdur. Bəli, avtomobil nəqliyyatı Ay, aiddir. sağ ol. Düzdür. Mhm. Sonra daşıdığı yüklərin növ tərkibi zəngin deyil. Aha, daşındığı deyir növ tərkibi zəngin deyil. Boru kəməri ilə biz dedik ancaq nə daşınır? Təbii ehtiyat. Ay, sağ ol. Yəni boru kəməri ilə yalnız neft və qaz daşınır. Yəni ona görə geniş deyil. Aydındır? Bəli. Hı -hı, davam et. Əksər ölkələrdə əsas nəqliyyat növüdür. Hı -hı. Avtomobil Bilsən də quru nəqliyyatı. üzərində əsas nəqliyyat növü nədir? Avtomobil nəqliyyatı. Afərin, düzdür. ET inkişafına təsir göstərmişdir. Bu Bu hər hər ikisini ikisidir. aiddir. Bəli, hər ikisini aiddir. Cavabımız olacaq 11'də E B variantı. bəndi. Afərin. 12-ci sualımızı oxu görüm. 12-də deməli Azərbaycan müvafiq olaraq ixrac və idxal etdiyi məhsulları müəyyən edin. Hı -hı. Bəli, Azərbaycan nəyi idxal edir, nəyi ixrac edir? İdxal, yəni biz nə edirik? Alırıq, Alırıq, ixrac, satırıq. satırıq, düzdür. Buyur. Deməli A-da xam neft, taxıl bu Aha, ixracdır. Elcün, yadında saxla ki, Azərbaycan taxılı ixrac etmir. Bizdə taxıl, yəni ki, satmırıq. Aha, Neft satırıq, sonra pambığı da almırıq, satırıq. satırıq. Hı -hı. Bəli. Ona Sonra, görə A yanlışdır. bəli, ona görə bəndi səhvdir. Bəli. B-də meşə materialları, təbii qaz ixrac edirik. Hı -hı. Deməli, B-də meşə materiallarını alırıq, yəni ixrac etmirik, bizdə azdır. Ona görə B bəndi səhv. Çünki bizə birinci nə olmalıdır? Satılanlar. Məsələn, biz nefti satırıq, amma taxılı satmırıq. Əksinə alırıq. Meşə Bəli. materiallarını satmırıq, alırıq. Ona görə B bəndi səhvdir. Bildin? Bəli. Sonra Sonra şərab, mahluc, Hı -hı.
Meşə materialları, dərman. Ay sağ ol. Şərabla mahlıcı satırıq, amma meşə materialla dərmanı alırıq. Məsələn, təbii qazı satırıq, düzdür. Amma maşın belə deyim də, yunu biz almırıq. Yunu almırıq. Sonra Bəli, kartofu biz satmırıq. Yaxşı. bəli, Ona görə cavabımız 12 dənə olacaq. C variantı. Aydındır? bəli, Keçək digərinə. bəli. Gəldi 13-cü sual oxu görüm. Deməli, azad iqtisadi zonalara aid xüsusiyyətləri müəyyən edin. Hı hı. Buyur. Deməli, aizlər yalnız xarici bazara xidmət edir. Səhvdir. Həm xarici bazara, həm də daxili bazara xidmət edir. Bəli. 2. Aizlər inkişaf etmiş ölkələrin yerləşdiyi regionlarda iqtisadi qeyri-bərabərliyin aradan qalxmasına şərait yaradır. Doğrudur. 3. Aiz ölkə ərazisinin bir hissəsi olub, müəyyən güzəştlərə əsaslanan xarici ticarət məkanıdır. Düzdür. Aizlərə investisiyalar cəlb olunur, yeni iş yerləri açılır. Doğrudur. Son dövrlər aizlər etməkdə olan ölkələrin ərazisinə köçürülür. Səhvdir. Aizin yaradılmasında əsas məqsəd hammal ixracını həyata keçirməkdir. Yox. İxracı yox. Həm burada həm ixrac, həm də idxal olmalıdır. Yəni tək ixrac deyil də, bildin? Ona görə bu Bəli, səhvdir. Yaxşı. bəli. Cavabımız oldu 13-də 2, 3 və 4. B variantı. Sonra keçək 14-də. Fraxta nədir Elgün? Vaxt, Eşmisən heç fraxt? xeyr, Bax, yadında saxla. Yaz bir yana. Fraxt istifadə olunur, belə deyim də, ölkə daxili yük daşımalarda istifadə olunur əsasən. Məsəl üçün, məsələn, yükün və yaxud da ki, sərnişinin də nəqliyyat vasitəsi, xüsusilə dəmniz olsun, hava nəqliyyatı olsun, dəmiryolu nəqliyyatı ilə bir nöqtədən digər nöqtəyə daşınması üçün daşıyıcıya ödənilən haqdır, yəni daşıma xərcidir, bildin? Yəni sən bəli, burada fraxta daha çox gəlir əldə edən ölkə hansıdır desən, sən necə ölkələr seçəcəksən? Məsələn, pullu ölkə seçməlisən də, düzdür? bəli. Mhm. Panama, Panama. Anama Onlar aid deyil. aid deyil. Fraxtdan daha çox Aha, gəlir edən ölkələr. Panama götürəcəksən. Sonra, e, yəni bildin də nə deməkdir? Fraxtdan dəniz daşımalarında və ya gəmi qeydiyyatından gələn gəlirdi, pul. Daha çox qazanc edən ölkələr soruşulursa, yenə deyirəm, sən burada ticarət donanmasına malik olan ölkələri seçməlisən. Məsəl üçün, Panama bilirsən də dünyanın ən böyük ticarət donanmasına malik olan ölkəsidir. Bildin? bəli, Gəmi sayı burada çoxdur. Sonra Liberiya. Bu da Panama kimi beynəlxalq gəmiçiliyinin ən məşhur ölkələrindən biridir. İkinci ən böyük donanmadır. Lüksemburq. Bilirsən ki, dənizə çıxışı olmayan ölkədir. Qıraqdan böyük gəlir əldə edə bilməz. Yaxşı. bəli. Sonra Singapur dünyanın ən böyük limanıdır. Beliz olmaz. Ekvador olmaz. Bildin? Bəli. Demək, hansı ölçülər oldu fraxta? Panama, Liberiya, Singapur. Yaxşıdır.
Aydın oldu. Bəli, Bir, 2, 4. Fıraxdan bildiyində nə oldu? Əldə bəli. ondan gəlir, gəlir. 16-ya, 15'e bax görüm. Bunun cavabını sən Deməli, tap. yüksək dağlar, Arktik və tropik səhralar, ekvatorial cəngəlliklər ətraf mühitin ekoloji vəziyyətinə görə hansı qrupa aid edilir? Hı -hı. Təbii vəziyyətdir. Aferin. 15'e, 16'ya bax. Hı -hı. Deməli, əhalinin milli tərkibinin yekcins olduğu iqtisadi rayonları müəyyən edir. Ayso, yekcins bilsən də nə deməkdir? Gün tək millətli. İqtisadi rayonlarımızın Aha. adını çək görüm mənə. Hansı iqtisadi rayonlarımız göstərilib oldu? Deməli, bir e, Bir hansı iqtisadi rayonumuzda? Gəncə Daşkəsən idi. Yox, Gəncə Daşkəsən buydu. Bu. Qazax Tovuz. Qazax Tovuz bəli. Ayso. Sonra. İki Lənkəran Astara, Aha. 3 Şəki Zaqatala, Aha. 4 Quba Xaçmaz, Aferin. 5 Naxçıvan, 6. 6 da ki Şirvan, Səlyan. İtalyan. Ay sağ ol, düzdür. Deməli, burada yekcins deyirsən, yəni tək əhalisi çox millətli deyil də, bildin onu demək istəyir. Bura hansı olacaq? Məsələn, Qazax, Tovuz, Naxçıvan, bir də Şirvan, Salyan. Hı. Quba Xaçmazda, Şəki Zaqatalada, Lənkəranda var. Məsələn, Lənkəranda Talışlar var idi də. Aha, Yəni onu demək istəyir ki, Naxçıvanda da, Naxçıvanda da, Qazax, Tovuzda da, Şirvan, Salyanda yalnız öz millətlərimiz var da. Qıraqdan gəlmələr yoxdur. Biz məsələn Talışlara, Ləzgilərə, Avarlara necə baxırıq? Qıraqdan gəlmə kimi baxırıq da, sırf Azərbaycan kimi baxmırıq. bəli, Ona görə cavabımız nə olacaq? E variantı. Aydındır. bəli. Gəldi 17-yə. Mərkəzi aranın Şirvan, Salyan yerini göstər görün mənə. Haradır mərkəzi? Mərkəzi aran buradır. Ayso, Şirvan, Salyan. Bura. Afərin. İndi keçək sualımıza baxaq. Deyir ki, mərkəzi aran və Şirvan Sanik Sadrano aid olan oxşar xüsusiyyətləri müəyyən edin. Oxu görüm. Deməli, bir şəkər çuğunduru becərilir. Aha, şəkər çuğunduru harda becərilirdi Azərbaycanda? Bilsən də şəkər çuğunduru hardaydı? İmişlidə. Aha, İmişlidə Ercün yadında saxla. Mil Muğana düşür. Mil Muğanın yerini tanıyırsan? Hanı Mil Muğan? buradır. Baxın. Ay sağ ol. Mil Muğana bilsən də hansı rayonlarımıza aiddir? İmişli, Saatlı, Sabirabad. Düzdür? Bəli. Deməli, deyəcəksən ki, bu yanlışdır. Yəni mərkəzi Aranda və Şirvan Salyanda olmaz. Sonra davam et. Hidroenerji ehtiyatlarından istifadə edilir. Hı -hı. Hidroenerji ehtiyatlarından istifadə edilir. Su elektrik stansiyası hardaydı? Mərkəzi Arandaydı. Hidroenerji bilsən də sudan söhbət gedir. Bəli. Düzdür? Su elektrik stansiyamız da mərkəzi Aranda var. Amma Şirvan Salyanda su elektrik stansiyası yoxdur. İES var. Belə deyim də, istilik elektrik stansiyası var. Su elektrik stansiyası yoxdur. Yəni Şirvan Salyana görə səhvdir, amma mərkəzi Aranda var. Sonra davam et. Yodlu bromlu su ehtiyatlarına malikdir. Ayşə, bəxt dedim, yodlu bromlu su ehtiyatları hardaydı dedim. Neftçalada da, Şirvan Salyanda dedim var da, düzdür. Babazənən Bəli. dedim, Şovda dedim, Xıllı dedim, düzdür. Yəni mərkəzi Aranda yoxdur, oxşar deyil. Bax, bir dedik ki, Mil Muğana aiddir. İki dedik ki, mərkəzi Aranda var. Üç dedik ki, Şirvan Salyanda var. Hı -hı. Elektroenergetika müəssisələri vardır. Yəni Məsələn, İES-lər deyir də, İES. Mingəçevir, məsəl üçün, mərkəzi Aranda deyəcəksən ki, Mingəçevir İES-i var, İstilik Elektrik Stansiyası. Şirvan Salyanda da bəli. Şirvan İstilik Elektrik Stansiyası var, düzdür. Şərq-Qərb nəqliyyat dəhlizini üzərindədir. Ay, sağ ol. Məsələn, baxıram dediyi Şimal-Cənub nəqliyyat dəhlizi. Dedi hardan Bəli. keçir?
Quba Xaçmazdan, Abşeron Xızıdan, Bakıdan, Şirvan Salyandan, bir də Lənkəran Astaradan keçdi. Düzdür? İndi Elcün, şərq-qərb dəhlizimiz hardan keçəcək? Bunu da bilməlisən. Bildinmi? Bəli. Aha. Deməli, bizim şərq-qərb dəhlizimiz hardan keçəcək? İndi onu da yaz mənə qəşəng. Yazacaqsan ki, şərq-qərb nəqliyyat dəhlizi Bakı, şərq və qərb nəqliyyat keçir. Bakı, Abşeron, Xızı. Daha sonra yaz. Şirvan Salyan. Daha sonra Mərkəzi Aran. Daha sonra Gəncə Daşkəsən. Qazax Tovuz. Yəni Elcün, bu bilsən nədir? İpək yolu. Traseka. Məsələn, sənin soruşdakı İpək yolu Azərbaycan hansı rayonlardan keçir? Nə deyəcəksən? Deyəcəksən ki, keçir hardan? Bakıdan, Abşeron, Xızıdan, Şirvan Salyandan, Mərkəzi Arandan, Gəncə Daşkəsəndən və Qazax Tovuzdan. Burada nə keçir? Desən Şərq və Qərb dəhlizi, Traseka və İpək yolu. Okey. Bəli. Adında cavabımız olacaq 17-də D variantı. Sualın varmı? Peki. Keçdik 18-ci sualımızı oxu. Deməli, iqtisadi rayonların ərazisinin mütləq hündürlüyünə görə azalan sırasını müəyyən edin. Ay sağ ol. Səncə bunların hansının hündür olar? Məsələn, Şərqi Zəngəzuru göstər görüm mənə burada. Şərqi Zəngəzuru Göstərin. göstər. Afərin. Şərqi Zəngəzurda bilirsən də Qarabağ vulkanik ailəsi var. Düzdür? Bəli. Aha. Qarabağ vulkanik ailəsinin ən zirvəsi haraydı? Dəli dağ. 3616 metr. Eləmi? Bəli. Deməli, ən hündür bunlardan hansıdır? Elə Şərqi Zəngəzur. 1. Sonra Qazax Tovuzu göstər mənə. Afərin. Qazax Tovuzda Gədəbəydə nə var idi? Şahdağ silsiləsi var, düzdür? Bəli. Aha, Şahdağ silsiləsinin zirvəsi nə idi? Qocadağ. 3318 metr. Mərkəzi aranı göstər mənə. Cəzalan burası. Aha, mərkəzi aranı göstər. Afərin. Bir də Milmuğanı göstər mənə. Aha. Bunların hansı Xəzərə daha yaxındır? Milmuğan. Afərin. Demək, ən axırda hansı gələcək? Milmuğan. Afərin. Всё. Mərkəzi aranda 0-dan 200 metr arasıdır, amma Milmuğanda okean səviyyəsindən aşağıda yerləşir. Deməli, azalan deyirsə çoxdan aza doğru gedəcək. 1, 4, 3, 2. Cavabımız B variantı. Sualın var? Peki. Afərin. Gəldik 19-cu sualımızı oxu. Deməli, dünya okeanı daha çox çirklənməyə məruz qalan hissəsi. Bax, məntiq. Dünya okeanı daha çox nə çirkləndirər? Təbii ki, neft qaz. Düzdür? İndi sənə neft Bəli. qaz hardan çıxarılır ona baxacaqsan. Məsəl üçün, 4-ün olduğu yerdə neft qaz yoxdur. Eləmi? 5-in olduğu yerdə də yoxdur. Neft qaz deyəcəksən ki, var. Bir haradır Elcün? Hansı körfəzdir birinin olduğu yer? Hə? Bir Haradır o? Hansı körfəzdir? Bilsən də bura Kanada, ABŞ, Meksika. Meksikanın yanında hansı körfəz olar? Meksika körfəzi, düzdür? bəli. Bir Meksika körfəzi. İki hansı dənizdir Elcün? Burada Baltik dənizi idi. Bəs burada hansı dəniz idi? Şimal dənizi. 3. İran körfəzi. Düzdür? Deməli, ən çox Bəli. çirklənməyə məruz qalan hissələr hansı oldu? 1, 2, 3. Bir hara oldu? Meksika. Təkrar deyil dediklərimi. Ha, bir Meksika oldu. Hı hı. İki Şimal dənizi. Hı hı. 3. İran körfəzi. İran Düzdür? körfəzi. Bəli. Gələk 20-ci sualımıza. Limanlardan da çox sual düşür. Limanlara da biraz
Oxusan yaxşı olar. Limanlar da düşmə ehtimalı yüksəkdir. Aha, limanlarımıza keçək. Buyur Elgün. Deməli, uyğunluq gözlənilmişdir. Liman, boğaz, liman. Mhm. Liman, boğaz, liman. Baxırsan, Filadelfiya. Filadelfiya limanımız hardadır Elgün bizim? Filadelfiya deyəcəksən ki, ABŞ-dadır. Dünyanın ən iri ABŞ-da. limanları var da, bəli. Hə, onu yaz. Biraz limanlar uşaqların ən çox çətinlik çəkdiyi mövzudur. Filadelfiya hardadır? ABŞ-da. Filadelfiya nədir? Filadelfiya, hə. Filadelfiya deyəcəksən ki, ABŞ-dadır. Ay, yazdım. Bəli. Sonra. Lamaş boğazımız hardaydı Elcün? Göstərə bilərsən mənə? Lamaş boğazımızın yerləşdiyi yeri. Fransada idi. Yox, da yerini göstər mənə. Bilirsən də Lamaş boğazı hardaydı dedik? Nənə nəyin arasındaydı? Manş boğazı. Hı hı. Ya buradaydım. Lamaş Bəli. tüneli də vardı. Düzdür. Deməli, nə deyirsə? Deyir ki, Filadelfiya, Lamaş və Hamburq. Hamburq limanı hardadır? Almanya. Harda? Almaniyada? Bəli. Afərin. Hamburq limanımız Almaniyadadır. Düzdür. Sonra qeyd edəcək ki, birinci doğrudur. Birinci doğrudur. Deməli, Filadelfiya dediyi ABŞ-dadır. Lamaş boğazı Hamburq, Almaniyada. Bax, Filadelfiya bilirsən ki, ABŞ-dadır da dedik, düzdürmü? Bəli. ABŞ-dadır, Atlantik okeanın sahilindədir. Hamburq isə harada deyir gün? Şimal dənizinin sahilində. ABŞ-dan, yəni ABŞ-dan Almaniyaya getmək üçün Atlantik okeanından keçirik. Getmək üçün Atlantik okeanından keçməliyik. Mütləq də İngiltərə ilə Fransa arasında Lamaş boğazından keçməliyik. Deməli, yaz ora. Lamaş boğazımız hardadır? İngiltərə, Fransa. Bəli. Aydındır. Sualın var Elcün. İngiltərə, Fransa. Yox. Deməli, qeyd elədin ki, Filadelfiya, bax Filadelfiya buradadır Elcün, bax burada. Filadelfiyadan Hamburq limanına getmək üçün Atlantik okean üstündən keçdin. Buradan da Lamaş boğazından gəldin Hamburq limanına. Sonra gəldim nəyə? Ras Tanura. Ras Tanura hardadır bəs? Ras Tanura. Hə, Elcün, Ras Tanura hardaydı? Səudi Ərəbistanda. Düzdür burada. Bəli. Görsən də mən muxumu yerin yəqin. De bura. Səudi Bəli. Ərəbistanda. Ras Taruna Səudi Ərəbistanda. Nə edəcəksən oradan? Gələcəksin hara? Ras Tanura. Deyəcəksən ki, Səudi Ərəbistandadır. Hörmüz və Şanxay. Şanxay harda deyir gün? Çində. Şanxay içində. Afərin. Deyəcəksən ki, deyir ki, Rastanura Fars körfəzində yerləşən dünyanın ən böyük neft limanlarından biridir. Fars körfəzindən Hind okeanına çıxmaq üçün yeganə yol Hörmüz boğazıdır. Oradan isə Çinə, yəni Şanxaya getmək nədir? Olarmı? Olar. Yaxşı. Yəni buradan Hörmüz boğazı vasitəsilə hara gedəcəksən? Çinə. Dampir. Dampir. Dampir də Elgün Avstraliyadadır. Bax burada. Bax burada. De, bax burada. Dampir Avstraliyadadır. Malakka boğazı vasitəsilə deyir Nagoya. Yəni Yaponiya. Bəli. Hı -hı. Deməli, bu doğru yoxsa səhvdir?
Səhvdir də. Doğru deyil. Sonra Marsil hardaydı? Fransada. Düzdür. Bəli. Fransadan Bab el-Mandab boğazı vasitəsilə deyir Tubrana. Tubran harda deyil gün? Tubran, Braziliya. Düzdür. Getmək olar ora. Səhvdə Bab el-Mandab boğazı ilə o olmaz. Cəbəl Tarix boğazı ilə olar. Braziliyadadır. Bir də de, bax, de ki, hardadır? Marsel Fransada. Burada nə, hansı boğaz var? Cəbəl Tarix boğazı. Bab el-Mandab boğazı buradadır. Yaxşı. Bəli. İskəndəriyyə hardaydı? Misirdə. İskəndəriyyə, Misir. Dedik ki, Hörmüz və Xark. Xark harda deyil gün? İran. İran. Deməli, Hörmüz yazıb. Bu da doğrudur. Deməli, hansı cavabımız doğru oldu? 1, 2, 5. Aydındır. Bəli. Philadelphia harda oldu? ABŞ-da. Hamburg. Almaniya. Rastanura. Səudi Ərəbistan. Aysən. Şanxay. Çin. Dampir. Avstraliya. Avstraliya. Bəli. Nagoya. Yaponiya. Yaponiya. Marsey. Bəli. Fransa. Tubaran. Brezilya. Aha, Braziliya. İskəndəriyyə. Misir. Xark. Misir. Bəli. İran. Cavabımız B variantı. Gələk digər sualımıza baxaq Elgün. Oxu görüm Elgün buranı. Görsən ekran. Oxuya bilsən. Bəli. Nəsə düşmür. Xeyr. Hı -hı. Deməli, Şimal-Cənub nəqliyyat dəhlizinin keçdiyi hansı iqtisadi rayon ixtisaslaşması düzgün verilmir? Hı -hı. Elgün, bax, mən sən Şimal və Cənub nəqliyyat dəhlizinin keçdiyi iqtisadi rayonlar demişdim. Hansılar idi? Şimal-Cənub deməli, Lənkəran Astaraydı. Şimaldan başla. Quba Elə cənubdan başlama da sırası. Hı -hı. Quba Xaçmaz, Şəki-Zaqatala. Ey. Yo. Yox. Şimaldan cənuba. Belə gəl. Bura niyə gedirsən? Quba Xaçmaz deməli, Abşeron, Xızı, Bakı, Hı -hı. ondan sonra Şirvan, Salyan, bir Hı də ki -hı. Lənkəran Astara. Ay sağ ol. Всё. Tap görüm indi. Hı -hı. Nədir? İndi burada sən o səhv olanları çıx da, iqtisadi rayona ixtisaslaşmış. Məsələn, Quba Xaçmaz aiddir. Abşeron Xızı aiddir. Mil Muğam aiddir, çıxdın. Şirvan aiddir, Lənkəran Astara aiddir. İndi Elcüm, burada Quba Xaçmazda bilirsən də yazıb ki, Quba Xaçmazda yazıb meyvəçilik düzdür. Eləmi? Mən səndən öyrətmişdim. Şəkər istehsalı hardaydı demişdim Elcüm. Şəkər istehsalı Hə. Nə demişdim? Şəkər hardaydı demişdim. Mil, muğam deməmişdim. bəlmi. Aha, demək nədir bu? Səhvdir. Düzdür. Bəli. Sonra. Cavabımız nə oldu 21-də? D variantı. Düzdürmü? Bəli. Aferin. Keç digər sualımıza görüm. Deməli, insan inkişaf indeksinə aid göstərici deyil. Hı -hı. Üdümünün adam İnsan başına düşən inkişaf həcmi indeksinə aid göstərici deyil. Aid göstəricilər üçün deyirəm, yadına saxla. Ümumi daxili məhsul adamın başına düşən həcmi, hər 1000 nəfərə orta ömür müddəti, bir də yadında saxla. Hə, aid deyil, aid olanlar deyirəm, o birəni çıxarsan. Yaxşı. Bax, bir aiddir. Ümumi daxili məhsulun adam başına düşən həcmi, pulda yəni. Daha sonra bura nə yazıb? Adam başına düşən meşə sahəsi, hər bir nəfər. Belə deyim də, insan inkişafına meşənin sahəsində dəxli var.
Heç bir dəxli yoxdur, düzdür? bəli, Səhvdir. Sonra insan inkişafına təbii artımın nə dəxli var? Bu da səhvdir. Ailə təhsil müəssisələrinin də bir insan inkişafına bir xeyri yoxdur. İnsan inkişafı ilə bağlı olan bir şey, bir pul ola bilər. Bir, belə deyim də sənə, orta ömür müddəti ola bilər. Bir də təhsil alınan sayı. İnkişaf da bildiyin inkişaf edirlər. Nə qədər insan inkişaf edib, nə qədər təhsil alıb, nə qədər insan orta ömür müddəti uzundur. 1, 2, 5 aiddir, 3, 4, 6 aid deyil. Okey. bəli. Keçən 23-cü sualımızı oxu görüm. Deməli, e, müəssisə enerji olan tələbatını ödəmək üçün il ərzində 50 min ton neft istifadə edir. Hı -hı. Nefti əvəz etmək üçün müəssisəyə neçə ton daş kömür lazımdır? Hı -hı. Neçə deyir ki, daş kömür, bax yadında saxla Elgün. Ən çox yanacaq ehtiyatı hansındaydı? Neftdə idi də ən çox. Bəli, Ay sağ ol. Neft neçəydi? 1,5 idi. Daş kömür isə nə idi? 1 idi. Əmsalda. İndi burada bəli, biz nə edirik? Deyir ki, məsəl üçün, bax sadəcə deyir ki, müəssisəyə enerji olan tələbat ödəmək üçün il ərzində 50 min ton neft istehsal edilir. Nefti əvəz etmək üçün müəssisə neçə ton daş kömür lazımdır? Nefti əvəz etmək üçün neçə ton daş kömür lazımdır? Neft neçədir dedim əmsalı? 1,5. 1,5. 1,5, bəli. Yəni nefti deyir əvəz etmək üçün müəssisəyə neçə ton daş kömür lazımdır? Neftin əmsalı 1,5-dirsə, nə edəcəksən? Vuracaqsan 50 minə. Aydın olmadı? Aydın oldu. Hı -hı. Neçə eləyəcək? Aha, Ecün. 75 mi? 75 min edir, düzdür? Bəli, Bəli. Yəni yadında saxla. Neft kömürdən 1,5 dəfə daha səmərəlidir. Yəni nefti kömürlə əvəz etmək istəyiriksə, biz neftin miqdarından 1,5 çox nə lazımdır? Kömür lazımdır. Nə qədər kömür lazımdır? 1,5 dəfə çox kömür lazımdır. Ona görə də 50-ni biz nəyə vurduq? 1,5-ə. Və də 75 min. Gəldik digər sualımıza. 24-cü sualımızı oxu görüm. deməli, xəritə sxeması əsasən turizm və rekreasiya ehtiyatları ilə zəngin olan ərazilərin müəyyən edir. Hı -hı. Buyur, müəyyən et görək. Belə deyim də, turizm rekreasiya dedikdə nə başa düşürsən? Yəni istirahət mərkəzləri. Düzdür? Aha. İstirahət mərkəzləri harda olar? Məsəl üçün. 2 haradır? Ceyrançöl. Ceyran çölləri. Ceyrançöl necə ərazisi? Qeydi. Quraq idi də, düzdür. Quraq ərazisi nədir? Turizm. Quraqdır. Turizm harda olar Ergün? Turizm olar 3-də, Şəki Zaqatalada. Düzdür? Üstdə. Olar Quba Bəli, 4. Xaçmazda, olar bir də Lənkəran Astarada. 3, 4, 6. Məsələn, 1 olmaz, 5 olmaz. 5 harada? Hərəmi düzüdür. Bu arada Ceyrançöldür, bu da Şirvan düzüdür. Harada olacaq? 3, 4, 6. Belə bir sual yaza biləcəksənmi imtahanda? Bəli. Keçək digərinə. 25-ci sualımızı oxu görüm. Hava nəqliyyatı ilə daha çox yük daşıyan ölkələr. Aysu, sən indi burada güclü ölkələr seçməlisən. Hansı güclü ölkələrimizi tanıyırsan? Məsələn, Çin inkişaf etmiş ölkə deyil. ABŞ olar, ABŞ güclü ölkədir. Sonra Almaniya olar, Almanya, bir də Bəli. Çin. Hə, Çin. ABŞ, Almanya, Çin. Bunlar əsas güclü ölkələrimizdir. Ona görə cavabımız 2, 4, 5. 26-nı oxu görüm. Deməli, Xamal ixalının üstünlüyü təşkil etdiyi limanları müəyyən edir. İdxal nə idi? Almaq, Almaq. Hansı ölkələr səncə alar? Almaq hansı ölkələr? İnkişaf etmiş ölkələr yoxsa inkişaf etməkdə olan? inkişaf etməkdə olan. Ay sağ ol.
Deməli, qeyd eləyəcəksəm, yenə limanlardan sual düşüb. E, Antwerpen Belçikadadır. Harda? Belçika. Belçika. Belçika götürəcəksən. Tampa ABŞ-da. Tampa ABŞ-da. Sonra Tubaran, Tampa, ABŞ. Sonra Port Hadland hardadır? Avustraliyada. Avstriya bilsən də inkişaf etmiş ölkə olsa da neynir? İxrac edir. Tubaran Braziliyada. Tiba Yaponiyada. Ras Tundra İrandaydı da. Səudiyyə Bəli. Ərəbistan'da İran körfəzinin daxilindədir. İxrac edir. Deməli, idxal edənlər hansı oldu? 1, 2 və 4. 1, 2 və 4. İdxal edənlər. Yaxşımı? Gəldi 27 sualımızı oxu görüm Elgün. Bu niyə aşağı inmədi? Aha. Uyğunluğu mənədir. Hı -hı. Aşağısı mən də görürüm. Qoy görüm bunu necə sıxlaşdıra bilərik. Başda görə 27-ni oxu. Deməli, bir Yevlax Ağcabədi Bəhramtəpə avtomobil yolu buradan keçir. Hardan keçər? Milmuğamdan keçər də, birdən. Bir A. Aha, İpək kombinatı fəaliyyəti. İpək harda olar səncə? Tartan yəqin görəcəksən. İki. Milmuğamda İpək. olan. İpək. Şəki. Ha, şəkil olar. Şəki Zaqatala. 3B. Əhalinin sayı respublikada ikinci yerdədir. Hansı olar respublikada ikinci yerdə əhalinin sayına görə? Lənkəran. Lənkəran. Çayçılıq harda olar Elgün? Lənkəran. Pambıq, şəkər çuğunduru harda olar? Milmuğam. Əhsən. Qəşəng. Aydın oldu? Bəli. Gəlirəm bura. Deyir, yer kürəsində içməli su ehtiyatlarının kifayət qədər olsa da su çatışmazlığı problemi qlobal miqyası almaqdadır. İçməli su ehtiyatlarının çox hissəsi əhalinin məskunlaşdığı ərazilər üçün toplanılmışdır. Bu suların geniş miqyaslı istifadə etmək hələ ki mümkün deyildir. Tədqiqatçılar içməli su problemi gələcəkdə digər problemlər daha ciddi ola biləcəyini proqnozlaşdırırlar. Hazırda yer kürəsində 700 milyon nəfər insan su qıtlığına əziyyət çəkir. Deyir ki, mətnə əsasən şirin su ehtiyatlarının çox hissəsinin toplandığı ərazilər və bu ərazilər əhalinin məskunlaşmasının səbəbini müəyyən edin. Bax, bilirsən də, ən çox şirin su ehtiyatlarımız hardadır Elgün? Yaz. Yaz ki, şirin su ehtiyatlarımız Kanada Arktik arxipelagında, Kanada Arktika arxipelagında, Grenlandiyada, yəni donuşluqlu ərazilərdə nə var? Şirin su. Düzdür? Şirin su var, amma ki insanlar bilsən də burada neyə bilmir? Məskunlaşa bilmir. Deyir insanlar niyə burada məskunlaşa bilmirlər? Şirin su ehtiyatlarımız dedik Grenlandiyada, Kanada Arktik arxipelagında, Arktik e, ərazilərdə var da, buzlaq ərazilərində. Bu da daimi donuşluq olduğu üçün insanlar burada məskunlaşa bilmir. Deyir, hansı qlobal ekoloji problemlərin təsiri nəticəsində mətndə göstərilmiş içməli su mənbələri yox olmaq təhlükəsi altındadır? Təbii ki, qlobal istiləşmə. Düzdür? Bəli. Mətndə verilmiş qlobal problemə səbəb ola biləcək digər problem müəyyən edin. Baxın, deyəcəksən ki, insanın nəyə səbəb ola biləcək? İnsanın səhhətinin pisləşməsinə, kənd təsərrüfatının məhsuldarlığının aşağı düşməsinə, sənayenin zəifləməsinə, yəni ekoloji miqrasiyanın yaranmasına səbəb olacaq bu kimi problemlər. Aydın oldu mu bu dərsimiz? Bəli. Hı -hı.